Hər kəsə salam. Gəlin bu sualın izahına baxaq. Biz ədədləri müqayisə etməliyik. Bu gün keçirilən OTK blok sınağına düşən bir sualdır. Buraxılışa da yəni düşmə ehtimalı vardır. Baxırıq, A ədədini bizə 3/100 verib, B ədədini 2/150 verib, C ədədini isə 49/25 verib. Biz bunları bu halda müqayisə edə bilmirik. Deməli, bunların qüvvətini eyni ədədə gətirməliyəm ki, əsasları müqayisə edə bilim. Ona görə 3/100-ü mən yaza bilərəm 3/250 şəklində. Yəni, bu da nə deməkdir? 9/50. Sonra ikinciyə baxıram. Bu nə deməkdir? 2/2 elə də yazmayaq. 2/3/50 yazaq. Bu da nə deməkdir? 8/50 deməkdir. Bunu da yazıram 7-nin kvadratı üstü 25. Bu da deməkdir 7/50. Gördüyünüz kimi, baxın, qüvvətlər eynidir. Burada mən müqayisə edəcəyim məqam, baxın, bu əsaslardır. 7, 8, 9. Hansı ədəd böyükdürsə, onun qüvvəti də böyük olacaq. Yəni, 9 olan A daha böyükdür B-dən, o da böyükdür C-dən. Yəni, doğru cavabımız Y variantı eləmiş olur.